Sizi təqdim edin. Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz Səbail rayon Arif İsmailov küçəsi Dalan bir ərazisindəyik. İki qardaş, iki nəfər, Üçtəpə, Cəlilabad rayonu Üçtəpə sakinləri Piriyev Polad Mülayimoğlu, Piriyev Eyvaz Mülayimoğlu bizə şikayət etdi və bizi dəvət etdilər. Buyurun, şikayətiniz nədir? Mənim şikayətim odur ki, mən Piriyev Polad Cəlilabad Üçtəpə kəndi 2015-ci ildə ailə həyatı qurmuşam. Ondan sonra 9 il bizə ailə həyatı qurandan sonra 9 il ailə həyatı qurandan sonra mənim keçmiş həyat yoldaşım Abdullayev Rəvanə mənə üzr istəyirəm, xəyanətlər eləyib və evə başqa insanlar gətirib, uşaqların yanına gətirib və başqa yerlərə bacısı Rufani ilə birlikdə körpə uşağına gedib görüşüb. Çox xahiş edirəm. Məni isə indi Cəlilabad rayonu Polad Qarayev məni axtarışa verib ki, güya Piriyev Polad oğlunu güya oğru ev aparıb. Amma elə deyil. Mən məktəbə getmişdim. Bəli, getdim məktəbə uşaqlarımı görməyə və qardaşımla birlikdə, Eyvaz qardaşımla bir yerdə. Getdim, keçmiş qaynanəm uşaqlarını gətirəndə, getdim maşını saxladım, uşaqlarımla görüşdüm. Uşaqlarım bizə qucaqladı ki, ay ata, bizi bunların əlindən qutar. Dedim, niyə? Dedi, bunlar bizə işgəncə verirlər və birlikdə Rıza özü dedi ki, mənim anam gecə saat 12-dən sonra gedir üzr istəyirəm, gör şirniyyat evində. Sonra öyrəndik ki, Rıza dedi ki, mənim anam pis işlərlə məşğuldur. Çox xahiş edirəm. Cənab Prezident, sizdən xahiş edirəm, Vilayət Eyvazdan xahiş edirəm. Bizim həyatımız çox təhlükə altındadır. Çünki bizim evimiz, ərazimiz nəzarətə götürülüb. Kim nəzarətə götürüb? Polad Qarayev, Cəlilabad polis şöbəsinin bütün polisləri 3 maşın adam göndərib ki, gedin Piriyev Poladı tutun götürün. Niyə görə? Və qardaşımı. Güya Polad uşaqlarını uğrayıb. Amma elə deyil. Mənim qərarım vardı və qardaşımın qərarı var da. Baxın. İcradan qərarımız var. Bax, Cəbrayılov Vüsal qərar çıxardıb. Bax burada. Oxuya da bilərəm. İcazə versə oxuya da bilərəm. Buyurun. Verib ki, Piriyev Əziz Polad oğlu, Piriyev Rüqayə Polad qızı ki, analarından alınsın, atalarına verilsin. Qətnaməm əlimdə və burada isə gördüyünüz kimi mənim keçmiş həyat yoldaşım, yəni bir bacısı ilə, Rəvani ilə Rufani, bunlar iki bacı olub. İkisi də məni 51 olublar, zəhər veriblər, 3 dəfə zəhər veriblər. Və kağızlar da vardı. Çox şükür ki, amma ölməmişəm. Allah Teala bu sirləri açıb. Mən Allahımdan çox razıyam. Çünki sirlər açılıb və burada əslər evdən Rufanə 40.000 manat pul uğurlayıb, Rufanə 40.000 manat, atama pul var idi, vermiş 40.000 manat pul Bir uğurlayıb. sualım var. Siz göstərdiniz o kağızdakı sizin həyat yoldaşınız, yəni hər ikinizin bacıdılar. Bir-birinə üzr istəyirəm. Bir dəqiqə, xahiş eləyirəm. Buyurun. Sualıma cavab verin. Siz göstərdiniz ki, əl yazmaları var ki, sizə zəhər verib, sizi öldürməklə, Bəli. yəni ki, bu ittiham irəli sürülür. Bəli. Və məhkəmə prosesi oldu. Bəli. Ekspertizada, yəni özləri etiraf etdimi ki, Bəli, polisdə Polad Qarayevin bu sənədlər var, bu sənədlər. Hamısı Polad Qarayevin qabağına gedib, prokurorluğa gedib, məhkəməyə gedib, yəni hər bir yerə gedib. Hələ bundan qurtarmır ki, bax bu diskdir, çəkiliş bir şeydir. Kamera çəkib, bunun həyat yoldaşı Rufanə, üzr istəyən ifadəmə görə, burada deyib ki, bacımla mən evdə və başqa yerdə körpə uşaqla, Zeynəb adlı uşaqla gedib başqa yerlərdə burada etiraf edib ki, pul müqabilində görüşüblər. yəni Zeynəb adlı uşaqla deyərkən, yəni öz uşağı ilə. Bəli, qardaşım uşağı var. Bildiyim qədər 2 yaşı var. Bəli, 2 yaşı var. Mən də çox xahiş edirəm. Hələ də mən üzr istəyirəm öz övladımı istəyirəm ki, qız uşağım olardı. Piriyev Rüqayə. Çünki orada qız uşağı vardı. Hələ bilmirəm onun başına üzr istəyirəm ifadəmin. Onun başına olar oradan nə oynasır bilmirəm. Onun börəklərini sata bilərlər. Ürəyin sata bilər, hər bir şey eləyə bilər. Başqa işgəncə verə bilər ona. Çox xahiş eləyəm. Yəni sizə zəhər verən bir adam. Bəli. Bax daha da mənə zəhər verib, bax bura. Yazıb ki, bacı, Polada 3 dəfə zəhər vermişəm. Zəhər təsir etmir. Ged internetə, şiddətli zəhər tap, bunu öldürək. Bax bu bir. Bax bu telefonları görürsüz. Şəkilləri də var.
Va telefon, Şəkillərdir. va telefon. Sistem çılpaq şəkilləri buradadır baba. Bəli, başqa onların Başqa şəkilləri olan var. şəkillər. Ona buna atdığı şəkilləri var. Görüşdüyü mesajlar, zatlar, yəni hər bir şey ha, Bəli. çıxarılıb hamısı oradadır. Və bu telefonlardır. Telefonlar. Rəvanədən. Siz almısınız o telefonu? Bəli, bəli. Siz almısınız telefonu? Xeyr, Xeyr. üzr istəyirəm, bu görüşdüyü Görüşdüyü adamlar, olanlar. yəni bunu mənə tutub almışam, bəli. Mən əllərindən tutub almışam. Amma bu telefonları üzr istəyirəm, pulla yəni görüşdüyü adamlar, bunlara yəni pul çəkən görüşüb, yəni telefonları 70 alırlar. manata, 80 manata o üzr istəyirəm, akla kuşku olanlar yəni bunları alıb verib. Yəni şey olsun. Açıq deyim, yəni bu nə gizlətmə nə var ki, utanmıram, eləmirəm mən. Mən haqqımı tələb edirəm. Çünki mənim uşaqlar bax sən Allah. 200 dənə də nömrə var. Bax, bu da ha. Nömrələrə bax. Hamısı. 200 Sonra danışdığı nömrələr. Siz özünüz həyat yoldaşı kimi Bəli. həyat yoldaşlarınıza, yəni belə deyək də o keçmiş həyat Bəli. yoldaşlarınıza telefon işlətməyə icazə xeyr, verirsiniz. xeyr, qəti icazə vermişəm. Bunlar hamısı yəni mən almışam əllərindən bunlar. Bax prokurorluğun qərarıdır burada. Özləri də orada etiraf edib hər bir şey. Prokurorluğun qərarıdır. Yəni uşaqlar anadan alınsın. Bax prokurorluğun qərarıdır. Buradan da bax. Hər bir şey anadan alınsın, ataya verilsin və bunlar hamısı. Yəni sübutlardır. 10 dənə vərəqdir. Yəni bu oxumaqla qutaran deyil. Çox xahiş edirəm. Vilayət Eyvazov, cənab prezident, ali baş komanda, biz sizə güvənirik. Sizin dəmir yumruq həmişə dəmirdir. Sizə güvənirik. Bizə bir kömək edin. Çünki biz burada Səbələ rayonunda təzyiq altındayıq. Qorxu içindəyik. Bizim uşaqları və mənim qardaşım, yoldaşları çölə çıxa bilmir. Evimiz Akrujenyadır. Polad Qarayev bütün polisləri göndərib buna. Mən daha yığılmışam da. Nə eləyəm bilmirəm. Dərdimi kimə deyim? İlk dəfə yoldaşlarınız barədə ərizə verəndə araşdırma yəqin ki Cəlilabad rayon polis idarəsində, Bəli, polis bəli. şöbəsində Bəli. olub. Polis şöbəsinə gedən araşdırma nəticəsində sizin yoldaşlarınızın hər ikisinin əxlaqsızlıqla məşğul olmaları barədə qərar qəbul Bəli, olundu bəli. və prokurorluq üstün yazaraq məhkəməyə Bəli. göndərildi. Mən demək istəyirəm ki, yəni hal-hazırda siz Polad Qarayevi burada çox ciddi bir ittiham irəli sürürsünüz. Bəli, bəli. Yəni Bax- ki, Cəlilabad rayon polis şöbəsinin onların siz dediyiniz kimi Bəli. əxlaqsızlığından yetərincə xəbəri var. Bəli, bəli. Onun qohumları deyəcəm onun adı nədir? Asif İmanov, üzr istəyirəm. Mənim keçmiş həyat yoldaşım, onların bibisi qızlarıdır. O və onun qaynı Loğman. Yəni Asif İmanovun qaynıdır. Onlara köməklik eləyir. Üzr istəyirəm, cənab Loğman prezident. kimdir? Loğmandakı Asif İmanovun qaynıdır. Necə köməkdir? Vəkillik eləyir, köməklik eləyir. eləyir. Və onlar gördü ki, bu bacarmırıq, təzə bir dənə narkoman vəkil tutublar. Elə deməyin, efirdəsiz. Bəli. Başqa bir vəkil. Bəli, başqa bir vəkil tutublar. Mehman, Biləsvardandır. O da üzr istəyirəm ifadəmə. Sırf o narkoman adamlara köməklik eləyir, satdırır, cəmaatı məhv eləyir. Cavan insanları məhv eləyir. Çox xahiş edirəm. Siz ciddi bir ittihamda Bəli, bəli. Mən nə deyirəm ki, onu deyirəm. Çünki bilirəm nə deyirəm. Asif İmanov onlara köməklik eləyir. Yəni uşaqlar qayıtsın, gəlsin. Cəlilabad polisinə danışır ki, Polad Qarayevə deyir ki, Priyev Polad, Priyev Eyvaz gəlsin uşaqları geri qaytarsın. Mən xeyr ola geri qaytarım. Axı bizim qətnamamız var. Bizim qətnamamız var. Bizim sübutlarımız var. Və Polad Qarayevin qabağına bu nömrələr hamısı gedib axı. Başa dönün. Nə nömrələrdir o? Bunlar hamısı onlarla danışdığı adamların nömrələrdir. Oğlan kişilər. Bəli, kişilərin görüşdüyü adamlar. Məhkəmədə iştirak edib. Bəli. Məhkəmədə üzr istəyir, üzərinədir ki, üzr istəyən. Bunlarla pul şəklində 70-80 manata görüşmüşlər. Kimlə görüşüb? Abdullayev Rəvanə, İlham qızı, Abdullayev Rüfanə, İlham qızı. Hələ onlar Gülməmmədli kəndən qaçıblar onlar. Gülməmmədli kəndən çıxdılar. Ki, yəni cəmaat bildi, cəmaat onları kətdən çıxartdı. Onların yəni pozğunluğuna görə. Bax nömrələrə bax. Pozğunluqlarına görə kətdən çıxıblar onlar. Amma Polad Qarayev, Asif İmanov onlara köməklik eləyir ki, yəni uşaqları gətirib ver. Xeyir ola. Mənim bax sənədlərim var. Mənim sənədlərim var. Sənədlərə bax. Bu belə sənədin qabağında cənab prezident, ali baş komandanlar. Sizdən xahiş edirəm. Belə sübutlar var. Mənə bir köməklik eləyin. Mənim uşaqlarım oradadır. Çox xahiş edirəm. Başlarına hər bir iş gələ bilər. Yəni onlardan nə desən gözləmək olar. Və mənim qardaşım da üzr istəyirəm. Zeynəb adlı qızı onlardadır. 2 yaşı vardı.
Çünki iki qız olardı. Elə biz ləyaqətsiz, əxlaqsız qadınlarda mənim qız övladım qalmadı. Çünki onların anası gəzdi yol boyunca Rüfanədə, Rəvanədə budaq gəzir. Çünki mənim uşaqlarım hələ balacadır, çox şükür. Böyüməmiş mənim uşaqlarım yoxsa onların yolu gedəcək onlarla. Cəlilabad rayon məhkəməsinin hal-hazırda əlinizdə qərar göstərdiniz. Bəli, qərar var. Qərarı var. 31 yanvar. Bəli, 31 yanvar bəli qərarım verib burada. Orada nə yazır? Qəzetdə. Qərarım iddiaçı təmin 16 iyul 2016-cı il Piriyev Əziz Poladoğlu 26 sentyabr Piriyev Ruqayya Polad qızı Cavabdeh Abdullayev Rəvan İlham qızından iddiaçı Piriyev Polada oğluna verilsin. Piriyev Polad Mülayim oğluna verilsin. Məhkəmə nəticəsi bu da. Yəni qərarım verib ki, alınım verilsin. Uşaqlar. Bəli. Doğru, başa dönüm. Qərarın da içində yəqin səbəbi göstərir. Bəli, səbəblər görüşdüyü adamlar, orada kimdən, mən burada utanıram ki, yəni çox şey demək. Burada kimlərlə pul şəklində 70 manata, 80 manata, onların üzünə duranların hamısının burada adı vardır. Cəbrayılov Vüsal, sədir, baş sədir qərarım verib ki, bu uşaqlar yəni alın və qardaşımın da icra hakimiyyəti qərarım verib ki, uşaqları yəni alınsın, atalarına verilsin. Söz yox. Bunun məhkəməsi Cəlilabad rayon icra hakimiyyətinin qəyyumluq şöbəsi. Bəli, qəyyumluq şöbəsi. Bunun da qərarını çıxardıb ki, alınıb verilsin atanın. Söz yox. Məhkəmələr davam edir. Bunun məhkəməsi davam edir. Amma ona baxmayaraq biz də yəni uşaqlar bizə sıxındı ki, ata bir yerə getmir. Bizi də götürün aparın. Yəni uşaqların başı özü də gördünüz. Bit bir ayın içində. İstəyirsiniz paltarına gətirin tökümürə baxın. Nə günlərdir. Yəni şahidsiniz də. O günkü çəkilişdə də gördünüz də, yəni Cəlilabadın nə qədər nümayəndələr gəlib görmüşdü. Özü də şahid, özü də çəkdi, saxladınız. Burada müraciətiniz, son Son müraciətim Vilayət Eyvazova, cənab prezidentimizə, Daxili İşlər Nazirinə. Və siz bayaq söylədiniz ki, Vilayət Eyvazovun qəbuluna da yazılmışam. Bəli, yazılmışam, keçmişəm, məktubda yazmışam. Siz son bir vaxtda sizi qəbul edəcəm. Sizin müraciətiniz sizə köməkli olunacaq. Yenə də burada müraciətimi bildirirəm. Çünki çox pis vəziyyətdəyəm. Yəni mənə bir köməkli eləyəsiniz. Çox təhlükədir, mənə bir köməkli eləyin. Artıq dərəcədə. Çünki bizi burada boğurlar, sıxırlar. Bizi yəni hər bir şey var. İstəyirsiniz gedib çəkən, evimin qapısını qırıblar. Mən qorxumdan evimin kim sındırıb? Polis əməkdaşları, Polad Qarayev göndərdiyi adamlar, Nəbi deyilən adam var. Bəli, Cinayət Axtar şöbəsi, bəli. Onun adamları mənim evimin qapısını sındırıb, mən isə evimin arxasını kilitləyib, mən qorxumdan yata bilmirəm, kilitləyirəm, səhərə kimi ayaq qalıram. Siz telefon danışığında o adını çəkdiyiniz polislərdən soruşdunuzmu ki, prokuror kağız veribmi bunlara bu evi sındırmaq, qapını sındırmaq? Soruşdu, yox, bir dəqiqə. Onların heç bir əsası yoxdur. Onlar qanunsuz yerə yəni bura gəlirlər. Polad Qarayevin, yəni və Asif İvanovun, vəkillərin Loğmanın və Mehman Bilasları, onların əmri ilə bura gəliblər. Yəni bizi oğurlamağa, uşaqlarımı oğurlamağa. Bizi bura çağırdığınız üçün, öz dərdinizi bizim efirdən danışdığınız üçün sizə təşəkkür edirəm. Biz bilirik ki, bizim sarsılmaz Daxili İşlər Nazirliyimiz var Azərbaycan Respublikasının. Bu məsələyə diqqətlə yanaşacaq və sizin bütün iddialarınız qəbul olunacaq. Çox xahiş edirəm. Təşəkkür edirik. Bizə köməkli olursan.